Bayraq sevgisi həyat eşqindən güclü olan Rəşidzadə Səid Nofəloğlu 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. O, orta təhsilini 1996-2007-ci illərdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə alıb. Orta təhsilini başa vurduqdan sonra 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2011-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2016-cı ildə baş verən, tarixə aprel döyüşləri kimi düşən savaşda Polad Həşimovla çiyin-çiyinə döyüşüb. Səid 2019-cu ildə səhhəti ilə bağlı ordu sıralarından təxris olunsa da, 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı döyüşlərə könüllü yollanıb. İlk döyüş yolu Füzulidən başlayan Səid Rəşidzadə Hadruta qədər döyüşlərdə iştirak edib və şücaəti ilə seçilib. O, oktyabrın 11-də Şişqaya yüksəkliyinə bayrağımızı sancarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Səid Rəşidzadə Füzuli rayon Babı kənd qəbirstanlığında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəşidzadə Səid Nofəloğlu ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, igidliyə görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilib.